Həftə içi Amerika Birləşmiş Ştatları Dövlət Departamenti yeni bəyanat yaydı. Bəyanatda Bakı-Vaşinqton əlaqələrinin yeni keyfiyyət mərhələsinə keçdiyi bir daha öz təsdiqini tapır. İzləyək. 2025-ci il avqustun 8-də Azərbaycan və Ermənistan arasında keçirilən tarixi sülh sammitinə əsaslanaraq ABŞ Prezident Trampın sülh və rifah vizyonunu inkişaf etdirmək və Cənubi Qafqazın zəngin iqtisadi potensialını açmaq üçün Azərbaycanla işləməyi səbirsizliklə gözləyir. Beləliklə, görünən odur ki, Birləşmiş Ştatlar Azərbaycan liderinin nəqliyyat konsepsiyasına, əlbəttə ki, söhbət Zəngəzur dəhlizindən gedir, açıq dəstək verir və heç də təsadüfi deyil ki, artıq Ermənistan ərazisində də dəhlizin inşası istiqamətində praktik fəaliyyətə başlanılıb. ABŞ-nin vitse-prezidenti James David Vance'in regionun səfəri həm İrəvan, həm də Bakıda TRIP layihəsi ilə bağlı müzakirələrə yeni nəfəs verəcək. Səfər Azərbaycan-ABŞ münasibətlərini daha yüksək müstəviyə qaldıracaq. Prezident Donald Trumpın Azərbaycan prezidenti ilə Vaşinqton, Şarm-el-Şeyx, Davos görüşlərinin davamına çevriləcək. Ağ Evin Bakı ilə bir çox strateji istiqamətlərdə əlaqələri gücləndirməkdə maraqlı olduğunu təsdiqləyəcək. Uzun illər arzuladığımız Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaradılması da məhz həmin gün reallaşdı. Yəni Zəngəzur dəhlizinin açılması artıq Amerika prezidenti tərəfindən də təsdiqlənmişdir və artıq məndə və əminəm ki, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir və beləliklə bizə lazım olan və Ermənistanla normallaşma prosesi çərçivəsində lazım olan bütün məsələlər istədiyimiz kimi öz həllini tapdı. Bəli, rəsmi Bakının kommunikasiyalarla bağlı şərtləri bir-bir qəbul olunur. Ancaq Ermənistanda bəzi qüvvələr hələ də narahatdır və narahatlıq doğuran məqam bu dəfə TRIP layihəsi ətrafında müzakirələrin getdiyi bir vaxtda Azərbaycan və İranın Araz dəhlizinin tikintisi işlərini sürətləndirməsidir. Əlbəttə, bu mövzunu ortaya atan dairələr Amerika ilə İran arasında münasibətlərin hansı səviyyədə olduğunu gözəl bilir və məqsəd yenə də Azərbaycana təzyiqləri artırmaq, Ağ Evin ölkəmizlə əlaqələrinə xələl gətirməkdir. Özü də informasiyanı görün necə tirajlayırlar. Azərbaycan Naxçıvanla əlaqənin alternativ variantını yaradır. Bu arada fevralın 6-sında Prezident İlham Əliyev İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Dövlət başçısı bildirdi ki, hazırda dünyanın bir çox yerində müharibə və münaqişələr davam edir. Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda sülh artıq bərqərar olub. Bu, həm ölkəmiz, həm də Ermənistanla həmsərhəd olan İran üçün böyük əhəmiyyət daşıyır. Söhbət zamanı bir daha diqqətə çatdırıldı ki, Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır və bu gərginliyin aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazırdır. İndi də qaydaq bir qədər öncə dediyimiz məqama, yəni narahatlığa. Əvvəla, rəsmi Bakı bütün tərəflərlə, o cümlədən də İranla konstruktiv əlaqələr qurmağa çalışır. Çünki regional təhlükəsizlik ilk növbədə regional əməkdaşlıqdan keçir. İkincisi, rəsmi Bakı gözəl bilir ki, Ermənistana bel bağlamaq olmaz və elə haylar da 8 avqust görüşünə qədər rəsmi səviyyədə dəfələrlə Azərbaycanın Zəngəzur dəhlizi təşəbbüslərinə qarşı çıxırdılar. Hələ Paşinyanın əlində xəritə sülh kəsişməsi layihəsindən ağız dolusu danışmasını demirik. Ermənistan indi Zəngəzur xəttinin öz ərazisindən keçən hissəsinin tikintisinə başlayıb. Amma bugünədək, xüsusən də 8 avqust görüşünə qədər Zəngəzur dəhlizi adı gələndə Paşinyan başda olmaqla Ermənistanda hər kəs yuxudan dik ayılırdı. Sadəcə Donald Trumpın layihəyə dəstək verməsi və onu öz adı ilə, yəni TRIP adlandırması erməniləri məcbur edir ki, həmin layihənin reallaşması istiqamətində addım atsınlar. Yəni sabah Ermənistanın hakimiyyət eşelonunda istənilən dəyişiklik dəhlizin də fəaliyyətinə bilavasitə təsir göstərə bilər. Azərbaycan öz qonşusunun Dabbaqda gölünə bələd olduğu üçün həmin marşrutun
alternativ variantını hazırlayır. Yəni İran variantı üzərində çalışır. Nəhayət marşrut 1 olsun və yaxud da 5. Bunun nəyi pisdir ki? Hər marşrut özlüyündə əməkdaşlıq, təhlükəsizlik, regional inkişaf deməkdir və bundan narahat olmaq yox, əksinə buna kömək etmək, dəstək vermək lazımdır. Həmin marşruta qoşulmaq lazımdır. Əgər təbii ki, niyyətin safdırsa, təmizdirsə. L'ordre du jour appelle les questions au gouvernement. Yox, əgər niyyətin elə fransız sayağıdırsa, o zaman nədən danışırıq?